cümə namazından sonra neçə rükət sünnət namazı qılmaq lazımdır? Yəni cümənin sünnəti, yəni cümədən sonra. Yəni məlumdur ki, yəni cümədən əvvəl sünnə yoxdur. Cümədən əvvəl sünnət namazları qılınmır. Lakin cümə namazından sonra qılınan sünnələr haqqında. Görürsən, qardaşlar daim soruşur ki, yəni 2 rükət olmalıdır və ya 4 olmalıdır və ya ümumiyyətlə yəni sünnələr varmı yəni cümədən sonra? Bu haqda xülasə qeyd edeyim ki, alimlərin 4 məşhur rəyi var. Birinci görüş odur ki, cümə namazından sonra 2 rükət namaz sünnə var. Evdə. Evdə, yəni cümədən sonra evdə 2 rükət sünnət, yəni cümənin 2 rükət sünnə namazını qılırsan. Və bu qol, yəni bu rəy malikilərdə daha yəni etibarlıdır və daha məşhurdur. İkinci görüş odur ki, cümədən sonra ən az qılınan sünnə 2-dir və çoxu 4-dür. Yəni ən az qılmaq istəsən qılırsan 2 rükət, çox qılmaq istəsən qılırsan 4 rükət. Və bu Hənəfilərdə, Şafilərdə və həmçinin İmam Əhməddən bir rəydir. Üçüncü görüş isə cümə namazından sonra sünnət ən azı 2 rükətdir. Yəni ən az qılmaq istəsən 2 rükət, ən çoxu da 6 rükət. Ən çoxu da 6 rükət. Bu üçüncü görüşdür və bunu da deyənlərdən olub həmbəllərdən və s. Dördüncü görüş odur ki, cümə namazından sonra 4 rükət meçiddə qılacaqsansa 4 rükət sünnədir. Cümə namazından sonra meçiddə qılırsansa 4 rükət, evdə qılırsansa 2 rükət. Fikir verin, meçiddə qılacaqsansa 4 rükət, evdə qılacaqsansa 2 rükət. Bu dördüncü görüşdür və bu dördüncü görüşü Şeyxülislam İbn Teymiyyə rahimehullah daha üstün sayıb. Yəni tərcih edib bu görüşü. Allahu a'ləm, dəlillərə baxandan sonra bu görüş haqqa daha yaxındır. İxlasla.com saytı tərəfindən təqdim olundu.